sağlamlıq üçün idman eləməyə başladıq. Yavaş-yavaş idman mənim həyat tərzimə çevrildi. Uşaqlıqdan çox hiperaktiv uşaq olmuşam. Atam düşünüb ki, bəlkə idmana aparaq, orada enerjisini sərf eləsin. Amma anam daha çox elm yönümlü olmağımı istəyib. Atam özü də gənc yaşlarında futbolla məşğul olub. O da öz arzularını mənim üzərimdə gerçəkləşdirmək istəyirdi. Mənim bacım xanım Hüseynova da paralimpiya çempionudur. Tokyo 2020 yay paralimpiya oyunlarında da bərabər idi. Bir otaqda qalırdıq. Birinci günü o güləşirdi, ikinci günü mən güləşirdim. O güləşdiyi gün mənə dedi, sən nə düşünürsən? Səncə mən medal qazanacağam bu yarışda? Mən dedim, sən çempion olacaqsan. O ümidləri doğrultdu, çempion oldu. Mən həmən gün onun qızıl medalına baxıb yatmışam, əlimdə qalıb belə yatmışam. Səhər də oyandım. Mənə dedi ki, sən mükafatçı olacaqsan, narahat olma. Sən istəsən, hətta çempion da ola bilərsən. Mən dedim, sən gəl zalda ol, sən bax, indi mən nə edəcəm. Wazari. İdmançıda hər şey ola bilər. Bütün günü məşqlərə gəlmək, davamiyyəti gözəl, disiplinası gözəl. Amma ürəyi yoxdursa, mümkün deyil. Mənim yanımda bacım var idi və müəllimim var idi. Və əlbəttə ki, ailəm də arxamda dayanmışdı. Mən Dursədəf Kərimovaya hər zaman inanmışam. O da çox sağ olsun ki, mənim ümidlərimi hər zaman doğruldubdur.